Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Peşəkar mübahisə ilə qarşınızdayıq. Gündəmimiz olduqca zəngindir, xüsusilə də regionla bağlı məsələlər, ələxüsusda Ermənistanda Eçmədzim kafedralında baş verənlər önəmli detallarla yadda qalıb. Xüsusilə də Ermənistanda düzdür, Paşinyan kilsə qarşı durması bir müddətdir başlamağına, ancaq gərginlik bugün daha da artmağa doğru getdi. Müəyyən bir addımlar atmağa cəhd edildi Milli Təhlükəsizlik Xidməti tərəfindən, ancaq nəyəsə nail olundu mu bir qədər sonra danışacaq bu məsələ üzərində. Təbii ki, sadəcə Ermənistanla və ya Azərbaycan-Ermənistan münasibətlərindən danışmayacaq. Əlbəttə, Rusiya-Ukrayna cəbhəsi də diqqət mərkəzimizdə olacaq və İran-İsrail istiqamətində də müzakirələr aparmağa çalışacaq peşəkarlarımızdan. Qonaqlarımız kimlərdir, onları sizə təqdim edim. Azad Vətən Partiyasının sədri Akif Nağıl və siyasi şərhçi Rəşad Bayramov həmsöhbətimizdə xoş gəlmişsiniz. Hər birinizi salamlayıram. Elə ilkin təqdim etdiyim istiqamət üzərindən istəyirəm başlayaq. Ermənistanda bir müddətdir, düzdür, Paşinyanın kilsəyə qarşı durmasını biz müşahidə edirik. Atılan addımlar, gələn bəyanatlar, xüsusilə də din xadimləri ilə bağlı bir qarşı durma, təhlükəsizlik xidməti ilə və din xadimləri arasında olanlar. Bugün yenə gündəmə gəldi bu məsələ Ermənistanda. Eçmədzin kafedralının qarşısına toplaşdılar. Bir dava oldu deyə bilərik. Əsas hədəflərdən biri arxiyepiskopu idi. Ancaq məsələyə 2-ci Qaregin də daxil oldu, müdaxilə etməyə çalışdı və nəticədə sonradan Ermənistan tərəfindən açıqlama gəldi ki, hüquq mühafizə orqanları geri çəkildilər. Yəni, görünür istədiklərinə nail ola bilmədilər müdaxiləyə görə. Bu formada Ermənistanda vəziyyət bu formada davam edəcəkmi, yoxsa Paşinyan istədiyinə nail olacaqmı, xüsusilə də 2-ci Qaregin ilə bağlı məqamda? Buyurun, Akif bəy. Belə görünür ki, Paşinyan tam şəkildə bütün səviyyələrdə Ermənistanda öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Təbii ki, orientir, hədəf gələn keçiriləcək parlament seçkilərdir. O istiqamətdə də Paşinyan özünün axtarışlarını elədi, tədqiqatlarını apardı və özünün yolunu müəyyənləşdiribdir. Bir yol ondan ibarətdir ki, ölkənin daxilində qarşı durmaya getməsi, müəyyən deyək ki, xəttlərə, qüvvələrə güzəştə getsin, deyək ki, sərt addımlar atmasın, sıçrayışlara yol verməsin. Bir yol ola bilər, sakit bir yol olar ki, sakit şəkildə öz elektoratı ilə işləsin. Amma ikinci yol oydu ki, mümkün deyək ki, müqavimət göstərə biləcək qüvvələri sıradan çıxartılsın. Belə görünür ki, Paşinyan da müəyyənləşdirdi, Rusiya ilə müəyyən münasibətlər oldu. Hələ ki, pisdə deyil Rusiya ilə münasibətlər, amma hər halda əvvəlki kimi sərt edir Rusiya münasibətləri. Amma Rusiyanın dəstəyini o qədər də arxayın deyil dəstəyinə Rusiyanın. Qərbdən də dəstəyi o qədər arxalanmadı, inanmadı. Mən isə verirəm ki, illərdir bizdə də çox ekspertlər, siyasilər bu məsələ ilə bağlı mövqeyin bildirirdi ki, Ermənistanın yeganə çıxış yolu Türkiyə və Azərbaycanla münasibətləri düzəltməkdir. Yəni bizim çətirimizin altına keçməkdir. Çünki o Rusiyanın çətiri altında 10 illərlə oldu, bir nəticəsi olmadı və sonunda başa düşək ki, onlardan alət kimi istifadə ediblər. Qərb də eyni dərəcədə son məqamda istənilən dəstəyi göstərmir. Qərb belə göstərir ki, onlar artıq seçimlərini yavaş-yavaş edirlər, çətin bir seçimdir. Yəni bir tərəfdən Türkiyə səfərdə bilirsiniz ki, açıq nümayişgahında bir səfər oldu. Eyni zamanda bu günlərdə ora onların deyək ki, nəqliyyatla bağlı, yol xətləri ilə bağlı, infrastrukturla bağlı naziri gedir. Orada konkret müəyyən detallar orada müzakirə olunacaqdır. Və bu istiqamətdə artıq konkret sərfəli məqamlar özləri üçün tapmağa çalışırlar. Eyni zamanda dəstək Türkiyə və Azərbaycan tərəfindən müəyyən dəstək qazanmağa çalışırlar və daxildə bunların ən ciddi rəqibi, deyək ki, Rus tərəfindən müdafiə olunan müxalifəti sıradan çıxardıqdır. Onların elə bir sosial bazası da yoxdur. Onların üzərində də gedir və onların göndərdiyi nümayəndə Karapetyanı açıq şəkildə, heç nədən çəkinmədən həbs etdirdi. O, demək, o qüvvələrə qarşı çəkinmir. Digər bir qüvvə, yəni onlarla bağlı olan bir qüvvə kilsədir. Kilsəyə qarşı da o artıq qərarını verdi ki, vaxt çatıbdır. Kilsəyə qarşı da addımlar atılmalıdır. Burada iki istiqamət var. Bir istiqamət ondan ibarətdir ki, dünyanın heç bir yerində kilsə hakimiyyətə təsir eləmir. Yəni dini bir hakimiyyət, dini təsiri altında olan bir hakimiyyət. Xüsusən də biz xristiyan dünyasından danışırıq. Artıq 15-16-cı əsrdən kilsə dövlətdən ayrılıbdır. Yəni normal bir prosesdir. Amma Ermənistanda bugünə qədər də hələ kilsənin çox ciddi təsiri var dövlətin idarə olunmasına. Biz həmişə deyirdik ki, Ermənistan deyək ki, diaspor mərkəzləri tərəfindən
bir də kilsə tərəfinə idarə olunur. Yəni bunların qaydası Bəli. buydu. İndi onda başa düşür yəqin ki, dünyada gedən proseslərə uyğunlaşmaq lazımdır. Kilsənin rolunu məhdudlaşdırmaq lazımdır. Bu bir xəttdir. İkinci xətt ondan ibarətdir ki, kilsə daha çox Rusiya ilə bağlı olubdur həmişə. Orada indi qalanlar da kadrların hamısı demək olar ki, Rusiya ilə bağlı olan, vaxtı ilə Rusiyanın xüsusi xidmət orqanı, SSR-nin xüsusi xidmət orqanı ilə bağlı olan adamlardır. Onlar təbii ki, Rusiyanın siyasətini yerinə getirirlər. Düzdür, qərblə də müəyyən kilsənin bağlılığı var. Kilsəni qərbdəki erməni mərkəzləri müdafiə edirlər, güc mərkəzi kimi. Amma əsasən onların kökündə, bünövrəsində Rusiyanın əlaqələr dayanır. Deməli, orada həm də Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq və aydındır ki, kilsəni ısrardan çıxartma fikri yoxdur, yəni ki, din xadimlərini. Orada öz adamlarını yerləşdirmək. Yəni, deyirsiniz ki, Paşinyanın əsas hədəfi aydın hədəfdən biri də ondan ibarət ki, kilsə təbii kilsəni yox edilməz ki, kilsənin rolunu azaltmaq, hakimiyyətə təzyiq imkanlarını azaltmaq və orada özünə uyğun olan, onun hakimiyyətinə uyğun olan şəxsləri yerləşdirmək. Belə. Rəşad bəy, siz necə düşünürsünüz? Bu arada bu qarşıdurmaya və kilsə xüsusilə də arxiyepiskopla bağlı ya da ki, katolikosla bağlı məqamlara Paşinyanın oğlu da qoşulub və deyib ki, cinayət törədən bütün din xadimlərinə qarşı mütləq formada addımlar atılmalıdır. Ancaq biz gün ərzində gördük ki, düzdür. Hüquq mühafizə orqanları getdi Eçmədzin katedralına. Tutmağa çalışdılar arxiyepiskopu, ancaq alındıra bilmədilər. Burada Akif bəy dedi, dəstəkdən danışdıq. İstəyirəm, siz də biraz təhlil edəsiniz. Kilsə tərəfdən dəstəkçilər düzdür, Rusiya mövqeyi də var. Bəs Paşinyan sizcə tək başına mı bu qədər cəsarətli addım atıb? Onun dəstəkçisi yoxdurmu? Baxın, əvvəl onu qeyd eləyək ki, kilsə ilə Paşinyan arasındakı bu gərginlik və mübarizə dünənin, sırağı günün mübarizəsi deyil. Yəni, Paşinyan hələ hakimiyyət uğrunda mübarizə aparanda kilsə faktiki olaraq anti-Paşinyan mövqeyini ortaya qoymuşdu və Sarkisyanı müdafiə edirdi. Bütün seçki qabağı görüşlərdə də Sarkisyanı müdafiə edirdi, çağırışları da Sarkisyanı müdafiə ilə bağlı idi və Paşinyan da təbii ki, o dövrdə hələ hakimiyyət uğrunda mübarizə apardığı dövrdə və hakimiyyətə yeni gəldiyi dövrdə böyük bir kütləni özünə qarşı qaldırmamaq üçün açıq şəkildə kilsə ilə mübarizəyə qoşulmadı. Çünki Paşinyan kifayət qədər yaxşı bilirdi ki, kilsənin erməni ictimai şuuruna təsiri kifayət qədər böyük olub. Yəni, bütün uzun bir dövr ərzində məhz erməni ictimai şuurunda anti-Türk, anti-Azərbaycan mövqeyinin ortaya qoyulması və yaxud da Böyük Ermənistan kimi xülyalar və s. əsasən kilsə tərəfindən təbliğ olunan siyasət olubdur və bu baxımdan erməni ictimai şuurunda kilsənin özünün bəlli bir yeri var idi. Paşinyan neynədir? Paşinyan tədricən, asta-asta bu və ya digər şəkildə mesajlar verməklə, bir arada korrupsiya məsələsini ortaya qoymaqla, kilsəyə yığılan pulların xərclənməsi haqqında, necə xərclənməsi haqqında ictimaiyyətə məlumat verilməməsini ortaya qoymaqla tədricən ictimai şuurda kilsənin mövqelərini zəiflətmək yönündə addımlar atmağa başladı. Sonra yenə bir, belə deyək, pauza götürdü və nəticədə artıq gələn seçkilərdir və Paşinyan da kifayət qədər yaxşı bilir ki, onun indiki seçkilərdə reytingi nə 18-ci il, nə 21-ci il reytingi deyil. Və kilsənin də təsir imkanlarını nəzərə alaraq bu prosesi uzadıb seçki dövründə buna başlamaq təbii ki, əks effekt verəcəkdir. Ona görə də indi tam neytrallaşdırmaq kilsəni və seçki dövründə artıq, o kampaniya dövründə və s. bu məsələni tam sakit yoluna qoyub, yoluna davam eləmək istəyir. Yəni, seçki olmasaydı buna getməzdimi? Seçki olmasaydı bu günləri üçün əgər seçki olmasaydı, mən əminəm ki, heç digər tərəf də bu dərəcədə aktivlik nümayiş etdirməyəcəkdir. Baxın, onların da hədəfi seçkilərdir. Onlar da maksimum şey, yəni bu günləri Paşinyan müxalifəti ilə, siyasi müxalifəti ilə kilsə faktiki olaraq qeyd olunduğu kimi eyni mərkəzdən idarə olunur. Və eyni mərkəzdə artıq düyməyə basıb. Təbii ki, Rusiya üçün bu günləri növbəti seçkilərdə Paşinyanın getməsi və özünə uyğun bir şəxsin hakimiyyətə yatirilməsi önəmlidir. Hər nə qədər bugün elə bir kadr hələ ki ortaya qoyulmasa da, Vardanyanı istədilər, alınmadı, Karapetyanı ortaya saldılar, onu da Paşinyan neytrallaşdırdı. Nəticə etibarilə bu cür təzyiqlər kifayət qədər olacaq və ona görə də Paşinyan da indi, mən hələ Baqrat hərəkatı başlayanda, Tavuş istiqamətində, onda demişdim ki, zaman gələndə Paşinyan birbaşa bunları cinayətdə ittiham eləyərək kütləvi şəkildə həbslərə başlayacaq və o da baş verir. Baxın, Ermənistan bu günləri hər hansı bir başqa ölkə deyil.
ki, orada kimi istəyir tutsun və beynəlxalq birlik də buna sən orada insan hüquqlarını tapdalayırsan və yaxud da siyasi məhbus məsələlərini ortaya qoysunlar. Yox, Ermənistan qərb tam şəkildə bu istiqamətdə dəstəkləyir. Həbs olunanlar, saxlanılanlar, onların maraqlarını təmin edən Paşinyan hakimiyyətinin devrilməsinə yönəlik fəaliyyət göstərirlərsə, Paşinyan onları tutsa da, məhkəməsiz falansız içəri salsa da beynəlxalq birlikdən hər hansı bir təzyiq olmayacağını kifayət qədər yaxşı bilir. O ki, qaldı geri çəkilmə məsələsinə mən belə düşünmürəm. Yəni, Paşinyanın bugünkü o hadisədə arxiyepiskopla bağlı məsələ geri çəkilməsi təbii ki, mümkün olan şey deyil. Sadəcə zamana ehtiyac var. Bir müddət başqa bir hadisələr ola bilər, onları neytrallaşdırmaq lazımdır. Amma yenə deyirəm, bu kampaniya mütləq şəkildə davam etdiriləcək və daha kütləvi hal alacaq. Yəni, faktiki olaraq Qaregini bu günləri ətrafındakilərin hamısını kənarlaşdırıb ortada tək qoymağa ehtiyac var və bir şey də deyim, Petrosyanın son olaraq dünən idi ya sırağa gün Qaregindən bir görüşü keçirildi növbəti dəfə və orada bir məsələ olduqca maraqlıdır. Petrosyan deyir ki, mən sizi təmkinli olmağa çağırıram. Bəli. Faktiki olaraq Qaregini deyir. Çünki Qareginin təmkinli olmaması və faktiki olaraq bu həbslərlə bağlı kütləvi aksiyalara çağırış eləməsi və s. nəticə etibarilə onun özünün də həbsə atılmasına gətirib çıxara bilər. Ona görə də indi onu qorumağı əsas hədəf alan keçmiş belə deyək, hakimiyyətdə olanlar və müxalifət ən azından Qaregini qoruyub saxlamaq, yəni seçkilərə qədər onun mövqələrini qoruyub saxlanmağa çalışanlar onun maksimum təmkinli olmağa çağırışlar edirlər. Amma yenə deyirəm, Paşinyan hardan təhlükə görəcəksə, mütləq şəkildə onu neytrallaşdıracaq və növbəti seçkidə də seçkiləri başdan ayağa saxtalaşdırmaq yolu ilə də olsa, hakimiyyətini qoruyub saxlayacaq. Çünki yaxşı bilir ki, bununla bağlı hər hansı bir beynəlxalq təzyiq olmayacaq. Siz həmfikirsinizmi Akif bəy, Rəşad bəylə ki? Seçkilərlə bağlı, seçkilərin münasibətlə bağlı ki, əgər seçkilər olmasaydı Paşinyan belə hərəkət edərdi yoxsa, mən söylürəm ki, Paşinyan Ermənistanda yeni bir siyasi mühit formalaşdırmağa çalışır və bu da onun bir hissəsidir. Seçkilər olmasaydı da bu yolunu ola bilər ki, bir qədər sürətləndirir prosesləri seçkilər. Amma seçkilər olmasa da onun müəyyən hədəfləri var. Yəni, Ermənistanda hansı münasibətlər formalaşmalıdır, hansı istiqamətdə getməlidir. Birisi konstitusiya ilə bağlı da fikirləri var, hələ çəkinir, konstitusiya dəyişikliklərlə bağlı. Başqa istiqamətdə də onun fikirləri var. O istiqamətdə o siyasətin həyata keçirir, onun kursu fərqli bir kursdur və cəsarətlə hərəkət edir hələ. Təbii ki, arxalandığı mən bayaqlarda dedim, Türkiyə və Azərbaycan tərəfindən də ən azından fikirləşir ki, başa düşüləcəkdir onun hərəkətləri. İmkan şərait yaradılacaq ki, o siyasətin həyata keçirsin və o dinə qarşı, kilsəyə qarşı olan bu hərəkətləri yenə deyirəm, kilsəyə qarşı yox, o da başa düşür ki, Ermənistan cəmiyyətində kilsə ilə bağlı fikir bir mənalıdır və kilsəyə həm erməniləri xilas edən bir qurum kimi baxırlar ki, yüzüllərlə ermənilərin dövləti olmadan ancaq kilsə saxladıqları bir yerdə. Bunu Ermənistan cəmiyyətinə başa düşürlər. Amma sadəcə olaraq söhbət ondan gedir ki, indi müqaviməti gördü. Bəlkə də bir nəbz yoxlanışı idi ki, nə dərəcədə müqavimət olacaq? Reaksiya verə bilərlər. Reaksiya verərlər. Keşif Baqratın hərəkatına da diqqətlə izlədi. Arada bir çox yüksək həddə çatmışdı. Amma onu da hansısa qarşısını almaq üçün addım atmadı, izlədi prosesdə. Bəli, təmkinli oldu. Təmkinli oldu. İndi burada da... Amma indi belə görürük ki, əks hücuma keçən əksinə Paşinyan da, bəli, qarşı tərəf sakitliyini qormağa çalışır. Orada görürsünüz, deməli, bir-birinə düşmən olan tərəflər, Sarkisyan, Kaçaryan, Levon Ter-Petrosyan birləşirlər, kilsənin ətrafında birləşir. Bir dənə onların ola bilər ki, əl tutacaq yeri var ki, kilsə məsələsi ortaya çıxmaqla bunlar özlərinə əks tərəfdə olanlar yaxşı, ciddi bir deyək ki, dayaq nöqtəsi tapırlar. Birləşmək üçün də indiyənə qədər birləşə bilmirdilər onlar. Düşmənçilik vardı. Yəni, Levon Ter-Petrosyan hakimiyyətini zorla devirdilər. Ondan sonra da hansı hadisələr baş verdi, o hadisələrdə böyük narazılıqlara səbəb oldu onların siyasi qüvvələr arasında. Ona görə də indi kilsənin ətrafında ola bilər ki, müəyyən qədər konsentrasiya getsin, birləşsinlər. Amma Paşinyan da ölçü biçirdi. Yəni, orada tutaq ki, bir 100-200 adam ancaq yığışmış olardı. Əgər doğrudan da söhbət burada kilsənin yox, ikinci Qareginin mövqeyindən gedir və yaxud o arxiyepiskop mövqeyindən gedir. Əgər onların doğrudan da ciddi reytingi olsaydı,
ora tutaq ki, minlərlə insan axışıb gələrdi. Amma ancaq harada 200-200 adam yığışırdı, o da yaxın çevrəsidir yəqin ki, onların müqavimət göstərməyə çalışırdı. İndi bir bu həmlədə onlara imkan verdilər ki, ürəklərini boşalsınlar, hə, biz sizi müdafiə elədik. İkinci həmlədə yolun tapacaqlar, onları ən azından qanunla məsuliyyətə cəlb edəcəklər. Faktlar var, bilirsiniz ki, bir neçə gün bundan əvvəl özü də qeyd elədi. Paşinyan qeyd elədi ki, yəni biz Qareginin cinayətkar fəaliyyəti ilə bağlı materiallar toplayırıq. Göstəriş vermişəm, İstintaq Komitəsi toplayır. Demək, kifayət qədər materiallar var. Və onlar da ortaya qoyub deyəcəklər ki, qanundan qaçmaq istəyirsiniz siz. Əgər qanundan qaçırsınız, sizin üçün qanun yoxdur deməli. Yəni, hər tərəfdən Paşinyan öz mövqeyini gücləndirməyə çalışır. Amma maraqlı bir, təbii ki, bu hadisə fonunda bir addım da atıldı. Söhbət nədən gedir? Müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmond Marukyan barəsində cinayət işi açılıb və həbsi tələb olunan arxiyepiskop Mikael Ajapaxyan, hansı ki, onu tuta bilmədilər, bugünkü vəziyyətdə qarşılıqlıqdan istifadə edibdir. Baş nazirliyə namizədliyini irəli sürürlər. Çox önəmli məqam deyə düşünürəm. Nə düşünürsünüz Rəşad bəy bu məqamla bağlı? Nə oldu? Yəni, əslində belə bir fikirləri heç niyyəti var idi mi? Yoxsa elə bu vəziyyətdən çıxış yolu kimi onun baş nazirliyə namizədliyini irəli sürürlər? Təbii ki, çıxış yolu. Yəni deyirəm, bunu bu cür təqdim eləmək istəyirlər ki, bu təkcə belə deyək, kilsədə bu və ya digər şəxsə qarşı aparılan kampaniya deyil Paşinyan tərəfindən, özünün siyasi rəqiblərini neytrallaşdırmaq baxımından təqdim etməyə cəhd edirlər. O baxımdan təbii ki, yoxsa ki, buna qədər biz son bir ay ərzində üçüncü oldu baş nazirliyə namizəd irəli sürməkləri. Yəni bundan qabaq digər 2 nəfərin adı çəkilirdi və bu da üçüncü oldu. Yəni kimə qarşı bir belə deyək, həbs ehtimalı varsa, kimə qarşı bir kampaniya başdan alıbsa hakimiyyət tərəfindən həmin adamı tez qorumaq naminə bu cür addım atırlar. Amma onun baş naziri olma ehtimalı təbii ki, boş şeydir. Hamısı, baxın, bilirsiniz nəzərdir, Paşinyan kifayət qədər düşünülmüş, ardıcıl addımları ilə yavaş-yavaş o kilsənin əvvəlki təhsil imkanlarını neytrallaşdırır. Adi bir şey deyim də, yanvar ayında Ermənistanın özündə keçirilən sorğuda, hələ ki onda təzə-təzə çıxırdı Qareginin dəyişdirilməsi ehtimalı, onun başqası ilə əvəzlənməsi ilə bağlı çağırışlar təzə-təzə olanda ölkə əhalisinin cəmi 17%-i buna hə deyirdi. İyunun 4-7-si arası keçirilən sorğuda isə bu rəqəm artıq 40%-i keçib. Yəni Qareginin dəyişdirilməsi ilə bağlı. Və Paşinyan görür ki, işləyir. Yəni aparılan kampaniya öz effektini verir. Bu həbslər də elə belə həbslər deyil. Onların içərisində bir çoxları nəticə etibarilə yeni faktlar məhkəmə prosesində ortaya qoyacaqlar. Həm maliyyənin hara axması ilə bağlı, həm hansı ölkələrdən, hansı diaspor təşkilatlarından nə qədər pul gəlməsi, amma onun nə qədəsinin ortada olması ilə bağlı. Yəni maksimum şəkildə seçkiyə qədər o qədər bu şəxsləri, yəni bu günləri kilsəyə rəhbərlik eləyən ayrı şəxsləri o qədər gözdən salacaq ki, onların sabahları Rusiyanın mövqeyindən çıxış eləyib çağırış eləyəcəklərə kiməsə dəstək çağırışı. O özü artıq həmin şəxs üçün əks effekt verəcək. Yəni bu günləri Paşinyan məhz ona hədəfləyir və o istiqamətdə də ardıcıl addımlarını atır. Siz düşünürsünüzmü ki, həqiqətən həmin həbs olunanlar indiyə qədər 20 nəfər və ya 20-dən çox olmalı, səhv etmirəmsə, onlar 2-ci Qareginə qarşı bir açıqlama verərlərmi? Təbii verərlər. Yəni Bakıda gedən məhkəmədə də görürsünüz ki, istənilən rəhbərlərin, o vaxtki rəhbərlərinə qarşı müəyyən faktlar ortaya çıxır. Yəni məhkəmə prosesi elə bir prosesdir ki, orada verilən suallardan yayına bilmirsən. Sualları cavablandırmalısın. Sualları məcbursan ki, cavab verəsən. Orada da elə istintaq formaları var ki, ondan tətbiq edirlər və demək istəmədinlər demək məcburiyyətinə qalır. Ona görə də çoxlu faktlar çıxacaqdır orada, korrupsiya ilə bağlı. Pullar da varsa, onlarda müəyyən əyintələr də var. O faktlar ortaya çıxacaqdır. Paşinyanın bir üstünlüyü də o oldu ki, o 2-ci Qaregin ilə bağlı kilsəyə qarşı yox, əksinə kilsənin qanunlarının pozulması ilə bağlı Qaregini gündəmə gətirdik. Yəni, xristiyan dininin, onların dininin qaydaları budur, tərəfləri budur. Bu adam bu tərəfləri kobud şəkildə pozubdur, sübutlarımız da var. Valla mənəvi tərəfi, cinayət tərəfindən ayrı olur. Mənəvi tərəfi də var ki, insanlar oradan rəy sorusuna görə dəyişir də orada. İnsanlar ki, kilsəni qorumaq xəttini yeridir. Nə qədər qərbi olsa da,
kilsənin rəhbərinə qarşı hücuma keçirdi Paşinyan. Eyni zamanda Amma xalqın nəbzini tutmaq xalqın nəbzini tutur ki, yəni o zandan bağlı. Amma baş nazirliyə namizədlə bağlı. Baş nazirliyə namizədlə bağlı aydındır. Siyasi gedişlərdir. Nə isə eləməyə çalışırlar. Çünki Ermənistandakı vəziyyəti onların arxalandığı qüvvə Rusiyadır. Rusiyadan da bilirsiniz ki, reaksiya gəlmədi. Rusiyanın rəhbərliyi həm Zaxarova səviyyəsində, həm də Peskov səviyyəsində bildirirlər ki, yəni Ermənistanda gedən legitim proseslərə onların mane olmaq fikri yoxdur. Amma onların demək ki, aqressiv sözçüsü Vladimir Solovyov özünü saxlaya bilmədi. Çox kəskin, sərt Karapetyanın həbsi ilə bağlı, oraya gedən proseslərlə bağlı reaksiya verdi. Bu həm də Rusiyanın rəhbərinin mövqeyi deyilmi? Bəli. Mövqeyidir, amma demək deyə bilmirlər. Çünki orada proseslər nəzarətdə olmadığına görə, onların atdığı, deyək ki, ortaya atdığı məsələlər pozulur, Paşinyan tərəfindən pozulduğuna görə davamlı şəkildə onun üzərində qalmırlar, dayanmırlarkən, yəni bütövlükdə indiyənə qədər Rusiya rəhbərliyi Paşinyandan müəyyən çərçivələr daxilində istifadə eləmək xəttini götürübdür. Ona görə körpələri tam yandırmırlarkən Paşinyan hakimiyyətinə müəyyən əlaqələr qalsın ki, müəyyən bir mərhələdə Paşinyandan da istifadə etməyə davam edəsinlər. Yəni ona görə Rusiyanın bax bu ehtiyatlı mövqeyi Ermənistanda proseslərin onların istədiyi kimi getmədiyini göstərir. Yəni Rusiyanın istədiyi kimi. Hesablaşmaq məcburiyyətindədirlər. Bəli, amma Ermənistanda hələ ki vəziyyət qarışıqdır. Görəcəyik bu aksiyaların və ya həbslərin axırı necə olacaq? Paşinyanın mı dediyi olacaq, yoxsa kilsə mi qalib gələcək deyə? Yəni çıxış yolu ola bilər ki, 2-ci Qaregin istefa versin. Əslində Paşinyan istədiyi də odur da, amma ikinci Qaregin o qədər o faktlar üst-üstə yığılarsa, qoyularsa onun qarşısına, həbsə getməkdən qorxurlar da bunlar. Həm də başqa materiallar çıxır ortaya, bunların ifşa olunması ilə bağlı. Bəlkə də ola bilər ki, hər iki tərəfə sərf edən variant kimi Qaregin hakimiyyətdən getsin. Ola bilər. Ya da Rusiya gəlib kilsədən getsin. Getsin, qayıtmasın. Mümkündür. Doğru deyirsiniz Rəşad bəy. Bu arada səfərlər də təbii ki dayanmır. Ermənistan tərəfindən təbii ki söhbət gedir. Az öncə Akif bəy də bir səslə toxundu Türkiyəyə səfərlə bağlı. Paşinyan ardınca da infrastruktur naziri getdi. İndi planlaşdırılır Pezeşkiyanın Ermənistana səfərinin olması. Təbii ki ağla hansı variant gəlir? Zəngəzur dəhlizi ilə bağlı məqam gəlir. Nəzərə alsaq ki, Azərbaycanla-İran münasibətləri də normallaşır. Ermənistanın Türkiyəyə gedib gəlməsindən sonra da vəziyyətin dəyişdiyi deyilir. Mümkündürmü ki, Pezeşkiyanın Ermənistana səfərində bu məsələ həllini tapsın? Baxın, məsələ nədir? Məsələ ondadır ki, Paşinyan uzun müddətdir Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması istiqamətində aktiv danışıqlar aparır. Yəni, bu da ona olduqca vacibdir. İki səbəbə görə vacibdir. Birincisi ona görə lazımdır ki, bu uzun müddətli fəaliyyətin bir sonu olsun və seçki kampaniyasına əlində heç olmasa bir uğurla getmiş olsun. Biz hər nə qədər, baxın, Ermənistanda ictimai rəydə Türkiyə münasibətlər mənfi olsa da, Ermənistanda Türkiyəyə gedib gələn, Türkiyə ilə ticarət münasibətləri yaradan çoxlu sayda insanlar var. Adicə bir şey deyim sizə, 2021-ci ildə, yəni müharibə bitəndən sonra, 2021-ci ildə Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 1,3 milyon dollar idi. 2021-ci ildə. 2024-cü ildə isə ticarət dövriyyəsinin həcmi iki ölkə arasında qalxıb 350 milyon dollara. Bu nə deməkdir? Bu o deməkdir ki, Türkiyə, Ermənistan bu və ya digər şəkildə yeni iqtisadi münasibətlər qurur Türkiyə ilə. Və sərhədlərin açılması bu iqtisadi münasibətlərin daha böyüməsinə şərait yaratmaqla yanaşı, həm də Türkiyə iqtisadiyyatının Ermənistana daxil olmasına və nəticə etibarilə Ermənistanın Rusiya iqtisadiyyatından asıllığının son qoyulmasına gətirib çıxara bilər. Paşinyanın bu günlərin maksimum məqsədi həmin o sərhədlərin açılması ilə yeni iqtisadi platforma yaratmaq və tədricən də olsa Rusiyanın iqtisadi asıllığından qurtarmağa hesablanıb. Amma Türkiyənin də konkret mövqeyi ortada olub uzun illər ərzində və bu mövqeyin də əsasında Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması dayanır. Və tamamilə əminəm ki, son Paşinyan səfərində də bu mövqe bir daha onun diqqətinə çatdırılıb, amma eyni zamanda bu və ya digər şəkildə hansısa razılaşmaların olma ehtimalı ilə bağlı da siqnallar verilib. Yəni, mən düşünürəm ki, hansısa formada sərhədlərdən
kimlərinsə konkret keçidi üçün və yaxud da daşımaların keçidi və s. kimi bir məsələ öz həllini tapa bilər. Və bu təkcə Türkiyə üçün deyil, eyni zamanda Ermənistan üçün də, özü üçün də lazımdır. Amma o ki, qaldı konkret Zəngəzur dəhlizi məsələsinə. Təbii ki, Paşinyanla söhbətdə bu məsələ mütləq şəkildə ortaya qoyulub. Çünki Paşinyanın biz Türkiyə səfəri ilə bağlı verdiyi açıqlamalara diqqət eləyək. Paşinyan yenə özünün o sülh kəsişməsi layihəsini ortaya qoyur və mütləq şəkildə deyir ki, bu layihənin tərkib hissəsindən biri də Zəngəzur dəhlizidir. Yəni, Zəngəzur dəhlizini Azərbaycan və yaxud da Türkiyə istəyir deyənə, bu öz ictimai rəyinə bunu bu cür təqdim eləyir. Onlar deyir deyənə biz açmayacaq. Bu bizim neçə illərdir təklif elədiyimiz sülh kəsişməsi layihəsinin də komponentidir deyənə və Ermənistan üçün lazımdır deyənə bunun açılması lazımdır. Hətta Turanla bağlı dediklərini eşitdikdə hamımız, yəni ki, bu Turanın birləşməsi dedi, Turanda qorxulu nə var ki, lap yaxşıdır, hamısı gələcək, bizim ərazimizdən keçəcək və biz iqtisadi buradan mənfəət əldə edə biləcəyik. Yəni, başqa sözlə desək, bu günləri Paşinyan özü də kifayət qədər yaxşı başa düşür ki, regional layihələrdə iştirak əldə etmək üçün, ölkənin iqtisadi asıllığından, Rusiyanın iqtisadi asıllığından qurtarmaq üçün, ölkəyə əlavə iqtisadi imkanlar yarada bilmək üçün Zəngəzur dəhlizinin açılması şərtdir. Bu bir mənalı olaraq bunu dərk eləyir. Sadəcə bilirsiniz nədir məsələ? Ermənistan indi elə bir yola qədəm qoyub ki, yəni söhbət seçki prosesi yoludur. İndi Paşinyan nə konstitusiya dəyişikliyi bu ərəfədə, yəni seçkilərə qədər həyata keçidə bilər. Nə Zəngəzur dəhlizi istiqamətində elə bu günləri başlasın, açılsın fəaliyyət. Bu mümkün olan şey deyil. Bu tədricən hazırlanacaq bu proses və seçkilərdən sonra mən tamamilə əminəm ki, Paşinyan həm konstitusiya dəyişikliyinə getmək məcburiyyətində qalacaq, həm Zəngəzur dəhlizinin açılması istiqamətində qərar vermək məcburiyyətində qalacaq. Yəni, bu günləri maksimum seçkiyə qədər o əks buna, belə deyək, zərbə vurula biləcək məsələlərdən maksimum şəkildə uzaqlaşmağa çalışır. Mən tamamilə əminəm ki, o bu prosesdə Azərbaycanla da xahişi olub ki, mənə çox təzyiq eləməyin, imkan verin, seçki qutarsın. Türkiyədən də xahişi olub, çox böyük ehtimalla ki, bunlar baş verib. Və indi də Pezeşkiyanın biz bilirik ki, Ermənistanın səfəri nə qədər baş tutacaq, tutmayacaq bilmirəm, amma o da məlumdur ki, Pezeşkiyan iyulun əvvəlində Azərbaycan prezidenti tərəfindən Azərbaycana da dəvət olunubdur və İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün dəvət olunubdur. Gələcəksə, yəni mütləq şəkildə yenə də bu məsələlər, yəni dəhlizlə bağlı məsələlər ortaya. Amma Pezeşkiyanın biz dəhlizlə bağlı son bəyanatını yəqin ki, xatırlayırıq da, yəni burada olduğu səfər müddətində verdiyi bəyanat ondan ibarət idi ki, əgər Ermənistan etiraz eləmirsə, onun maraqlarına toxunmursa, bizim hər hansı bir etirazımız yoxdur. Amma Pezeşkiyanın mövqeyi İranda mövcud rəhbərliyin elitanın mövqeyinə uyğundurmu? Bu məsələ var. Çünki Rəşad bəy, sizin sözünüzə görə İran Ermənistandakı səfiri yenə Mehdi Sübhanidən bir açıqlama gəlib ki, İran dəhliz məntiqi olan istənilən yola qarşıdır deyə bir açıqlaması var, son açıqlaması. Yəni görünür ki, bu da bilir ki, Pezeşkiyan gedəcək Ermənistana və mütləq formada bu məsələ gündəmdə olacaq və qabaqlayıcı bir açıqlama verib. Zəngəzur dəhlizi məsələsi İranla Ermənistanın ortaq bir mövqe olubdur uzun müddət. Hər ikisi eyni mövqedən çıxış edir ki, yəni dəhliz ifadəsi olmamalıdır. Son dövrdə hiss olunur ki, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ad dəyişdirməklə, adla oynamaqla razılığını verir. Amma mahiyyət etibarilə biz məsələnin içərisinə giririk ki, İran da bununla razılaşıraq yoxsa yox. Bilirsiniz ki, İran tərəfindən bir açıqlama oldu ki, Zəngəzur dəhlizi açılırdı, biz qoymadıq. Yəni, onun özlərinin böyük bir güc deyək ki, nümayişi kimi təqdim eləməyə çalışdılar ki, regionda proseslərə biz nəzarət edirik. Və orada da o söz elə belə deyilməyibdir. İranın Zəngəzur dəhlizinə qarşı mövqeyi onların maraqları ilə bağlıdır. Maraqları ilə belədir ki, yəni onlar üzdə olan tərəf ondan ibarətdir ki, Ermənistanla İranın arasında əlaqə kəsilir və həmişə də belə deyirlər ki, biz ki, Avropaya və yaxud Rusiya, Ermənistan vasitəsilə çıxırıq. Amma məntiqlə elə bir şey yoxdur orada ki, quru yolla
onlar nə Avropa, Ermənistan arasında çıxa bilər, nə də Rusiya çıxa bilər. Çox çətin bir yoldur Gürcistan arasından keçir. Deməli, məsələnin mahiyyəti o deyil. Məsələnin mahiyyəti odur ki, sanksiyalar dövründə yaşayan İran, müəyyən deyək ki, Çin, Rusiya açıq şəkildə İranla müttəfiqlik edən dövlətlər özlərinin hərbi yükdə daxil olmaqla müəyyən yüklərini, sanksiyalardan kənar yüklərini, sanksiyalardan kənara saxlamaq istədikləri yükləri Ermənistan vasitəsilə İrana götürdülər. Yəni onlar təyyarələrlə gəlirdi Ermənistana, Ermənistandan da deyək ki, Zəngəzur xətti ilə İrana daşınırdı. İranın çox burada həyati maraqları vardı. Ona görə axıra qədər o xətti müdafiə edirdi onlar. Bu günlərdə hələ ki onun üzərində dayanırlar. Amma bir proses dəyişir. Əgər bugün Ermənistanla Türkiyənin arasında münasibətlər yumşalırsa, Ermənistan xəttini dəyişir ki, biz Türkiyənin vasitəsilə həm xeyir götürürük, mənfəət götürürük Türkiyə ilə münasibətlərdən, eyni zamanda Türkiyənin vasitəsilə Avropaya çıxırıq. Ən vacib məsələ onların stratejisində budur. İndiyənə qədər Rusiya ilə əlaqə üstünlük verildi və çoxlu da mənfəət də götürdülər Rusiya. Sanksiyalar dövründə də, Rusiya qarşı sanksiyalar dövründə Ermənistan çox ciddi mənfəətlər götürdü o münasibətlərdən. Yəni ki, o da qalacaq hələlik müəyyən bir müddət üçün. Amma biz strateji xətt kimi Türkiyə ilə münasibətlər, Türkiyə ilə vasitəsilə Avropaya çıxmaq. İndi burada söhbət ondan gedir ki, Azərbaycan, Türkiyə, İran prezidenti arasında, siz də dediyiniz kimi orada İranın daxilində də hansı hakimiyyət üstünlüyü təşkil edir, hakimiyyətin hansı qolu üstünlüyü təşkil edir, prezident yoxsa dini hakimiyyət, onun da hər arasında rəqabət gedir, amma Pezeşkiyanın dövründə prezident hakimiyyəti kifayət qədər. Yəni bu müharibənin gelişində də görsəndir ki, daha çox ortada o oldu, daha çox məsələlərə münasibət bildirirdi, nümayişdə də iştirak edir, yarıları da baş çəkir, yüzdə olan açıqlama verən oydu və ondan da İranda belə məlum görünür ki, hesablaşırlar, onun bu mövqeyinə hesablaşırlar və indi həmin iyulun əvvəlində 3-4-ü səhv eləmirəmsə Xankəndində ən vacib məqamlardan biri budur ki, Azərbaycan üçün də həm böyük mənası var bunun Xankəndində, demək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 10 müsəlman dövlətinin burada böyük bir zirvə toplantısının keçirilməsi, bu həm çox əhəmiyyətli bir hadisədir, ciddi qərarlar qəbul olunacaqdır orada, eyni zamanda orada iki tərəfli, üç tərəfli görüşlər də ola bilər ki, Türkiyə, Azərbaycan, İran prezidentlərinin də bir tərəfli görüşü də olsun orada. Zəngəzurla da bağlı orada söhbətlər geçsin. Yeni situasiyada Zəngəzurun əhəmiyyəti ilə bağlı, mövqeyin dəyişdirilməsinin vacibliyi ilə bağlı. Bu prosesi pozmağa çalışanlar da var. Birisi ki, İranın daxilində də Azərbaycana qarşı əsassız, mənasız ittihamlar səsləndirir ki, Azərbaycan İrana qarşı hansısa proseslərdə iştirak edibdir. O təsadüfi deyil. Bu onun göstəricisidir ki, yaxınlaşma prosesi gedir. Azərbaycanla İran arasında, Türkiyədə onu pozmaq üçün müəyyən addımlar atırlar. Amma böyük ehtimalla o prosesin qarşısını yəqin ki, almaq mümkün olmayacaqdır. Yəni, müsbət istiqamət o proses gedir və Zəngəzur dəhlizinin taleyi də yəqin ki, yaxın vaxtlarda həll olunacaq. Ümid edirik, Akif. Bu arada İrandan danışmışkən, biraz istəyirəm İran-İsrail cəbhəsindən də danışaq. Düz 12 günlük müharibənin nəticəsi oldu, yekunlaşdansa razılığa gəlindi, ancaq bir məsələ var. Netanyahu planlaşdırır ki, Trumpla görüşsün. Böyük ehtimal müharibədən sonraki vəziyyəti təhlil etmək ya da ki, nələr edə bilərik deyə bir söhbət etmək üçün Trumpla görüşəcək deyilir. Ancaq burada bir iddialar var. CNN-in bir açıqlaması oldu ki, Trumpın İranla bağlı nüvə ilə, təbii ki, söhbət nüvədən gedir, nüvənin zənginləşdirilməsindən bir planı hazırlanır. Bu rəsmi bir açıqlama deyil. CNN-in özünün mənbələri istinadən verdiyi bir məlumatdır ki, Trump İranın dondurulmuş 6 milyard dollarını əldə etmək düşünür. Bəli. Bunun qarşılığında Fordo nüvə obyektinin yerinə başqa bir, ancaq nüvənin zənginləşdirilməsi obyekti olaraq yox, başqa bir proqram qurulacaq və oradakı maliyyə də Birləşmiş Ştatların Körfəzdəki ərəb ölkələrin əməkdaşlığı olan ərəb ölkələri ilə hansı ki bu ölkələr tərəfindən maliyyələşdiriləcək. Orada qurulacaq yeni proqram deyə. İndi burada təbii ki sual olunur ki, İran bütün bunlara razılıq verəcəkmi? Rəşad bəy. Baxın, ssenarilər çoxdur. Yəni biz hələ müharibədən əvvələ qayıtsaq, xüsusən də Trumpın ərəb ölkələrinə səfərləri, hansılar ki trilyonluq müqavilələr bağlandı ərəb ölkələrinin ABŞ-a investisiya qoyması ilə və s. ilə bağlı. Ərəb ölkələrinin biz bilirik ki, uzun müddət Trumpdan xahişi ondan ibarət idi ki, İrana zərbələr endirilməsin. Yəni danışıqlar yolu ilə, prosesin yoluna qoyulması ilə bağlı çoxlu xahişləri olmuşdu. Və mən deyərdim ki, o pulun da elə bir çoxu məqsədi ondan ibarət idi ki, bu baş verməsin, amma baş verdi. Həmin dövrdə bir başqa bir məsələ də müzakirə olunurdu. O da ondan ibarət idi ki, konsorsium yaranır, hələ müharibədən əvvəldən danışıram. Beynəlxalq konsorsium yaranır. Burada atom agentliyi
olmaq şərti ilə, Körfəz ölkələrinin nümayəndələri olmaq və Amerika Birləşmiş Ştatlarının təmsilçiləri olmaq şərti ilə İrana dinc məqsədlərlə nüvənin nüvə proqramının inkişaf etdirilməsinə nəzarət bir mexanizmi yaradılır. 30 milyard dollar sərmayə qoyulur İrana, həmin o dinc məqsədlər üçün nüvədən istifadə ilə bağlı sərmayə qoyulur İrana və bu pulu da təbii ki, Amerika Birləşmiş Ştatları yox, ərəb ölkələri qoyurlar. Yəni, Trump təbii ki, Amerikanın pulunu ora qoymaq niyyətində deyil və bu əslində razılaşdırılmışdı. Bir dəfə görüşdən birinci ya ikinci raundundan sonra Witkoff tərəfindən də oxşar bir şey deyilmişdi. Yəni, Amerika Birləşmiş Ştatlarının dinc məqsədlər üçün İranın nüvə proqramının inkişaf etdirilməsinə dəstək verə biləcəyi ilə bağlı fikirlər səslənmişdi. Amma nəticədə müharibə oldu və infrastrukturu, əsasən də nüvə infrastrukturu çox böyük ölçüdə zərər gördü İranın və indi dünənlər idi, səhv eləmirəmsə, Əraqçı İran Xarici İşlər Naziri deyir ki, biz Amerika Birləşmiş Ştatları ilə yenidən bir masada oturub nəyisə müzakirə etməklə bağlı hələ hər hansı bir razılığa gəlməmişik. Amma faktiki başqa yolu yoxdur. Baxın, mütləq şəkildə bu artıq elə bir mərhələdir ki, mütləq şəkildə İranın bu və ya digər şəkildə olsun, üçüncü ölkələrin vasitəçiliyi ilə, yəni nə olur olsun, axırı ki, bir masada oturub nüvə sazişi ilə bağlı müzakirələrə başlaması lazımdır. Təbii ki, bu dəfə İranın qarşısına qoyulan nüvə sazişi layihəsi müharibədən öncə qoyulan saziş layihəsi olmayacaq. Daha ağır şərtlərlə olan bir saziş olacaq və İranın da buna yox demək imkanları olmayacaq. Yəni, baxın, bilirsiniz məsələ nədir? Ya sən hər şeyə yox deyib, hər şey itirəsin, ya da nələrdəsə güzəştə gedib, ən azından bir balaca nüfuz itirəsin. Yəni, ortada bir nüfuz itirilməsi məsələsi var İranın, bir də İranın özünün itirilməsi məsələsi var. Yəni, söhbət İranın tamamilə dağılmasından getmir, amma ən azından daha böyük fəlakətlərlə üzləşməsindən gedir. Ona görə də düşünürəm ki, İran hakimiyyəti də istəyir prezident hakimiyyəti olsun, istəyir dini hakimiyyəti olsun. Nəhayət ki, masa arxasında oturub hansısa bir sazişə imza atmaq məcburiyyətində qalacaqlar. Çünki bunun başqa yolu yoxdur. Yəni, bugün İranın hava hücumundan müdafiə sistemi tamamilə darmadağın oldu. İsrail də çox, yəni İsrail tarixində o boyda, belə deyək, zərbələrlə üzləşməmişdi, o qədər dağıntılarla üzləşməmişdi, bu öz yerində. Amma ən çox zərər görən təbii ki, İran olubdur və İran da bunu kifayət qədər yaxşı dərk eləyir, kifayət qədər yaxşı anlayır. Yenə deyirəm, əgər doğrudan da məqsəd nüvənin dinc məqsədlər üçün inkişaf etdirilməsindən söhbət gedirsə, o zaman açıq olmalıdır və hər hansı bir konsensuma da necə deyərlər, etiraz etməməlidir. Əksinə, bu günləri 30 milyard bir gəlirsə, dondurulmuş aktivlərin geri qaytarılması məsələsi varsa, ondan sonra sən artıq Qərb üçün, beynəlxalq birliyi üçün nüvə təhdidi yaratmırsansa, avtomatik iqtisadi münasibətlər də bərpa oluna bilər, yavaş-yavaş sanksiyalar da götürülə bilər. Yəni, nəhayətdə İran normal vəziyyətə gəlib çata bilər. Ona görə də düşünürəm ki, özlərinin də maraqlında olacaq və bu istiqamətdə addım atacaqlar gec-tez. Siz də elə düşünürsünüzmü, Akif bəy, ki, İran buna gedəcək məcbur? Hələlik onların verdiyi bəyanatlardan, açıqlamalardan bu hiss olunmur. Aydın şəkildə bildirirlər ki, biz öz nüvə proqramında qalırıq. Davam etdiriləcəkdir, imkanlarımız var. Məlumatlar da həddindən artıq ziddiyyətlidir. İranın nüvə deyək ki, ehtiyatları tam məhv olubdur, yoxsa qismən Qərbin öz deyək ki, mənbələri də müxtəlif məlumatlar verirlər. Ona görə hələli fikir söyləmək çətindir və təsadüfi deyir ki, İranda da bunu qələbə kimi təqdim elədilər müharibənin gedişini. Bəli, maraqlıdır, hər iki tərəfə qələbə kimi təqdim edir, amma bu ondan xəbər verir ki, hələlik müəyyən özləri üçün müəyyən nəticələr onlar da çıxardırlar və aydın oldu, bunların müdafiəsi yox dərəcəsindədir. Yəni, İsrailin təyyarələri bunların paytaxtı üzərində gəzdi, istədiyi nöqtələri bombardıman elədi. Amma bunların da raketlərinin imkanları görsəndi müharibənin gedişində, bunlar da nəyəsə arxayındılar. Yəni, bugün əgər ABŞ rəhbəri, prezidenti hansısa dinc yollarla maliyyə təklif edirsə, onlar da nəysə nəzərə alırlar ki, bu məsələni hərbi yolunu həll eləmək istədikləri kimi mümkün olmadı. Deyək ki, İraqdakı kimi, Liviyadakı kimi
hətta Suriyadakı kimi, yəni uzun çəkdi Suriyada, amma orada da nəhayət yolların istəklərinə uyğun bir proses gedir. Amma İranda o nəticə əldə olunmadı. Ümumiyyətlə, nə düşünürdü bunlar? 1,7 milyon kvadrat kilometr ərazisi olan bir ölkədə, ölkəni girib doğrudan mı İraq kimi nəzərdə götürəcəklər? Təbii ki, bunlar hər birinin içərisində o nüvə proqramı ilə bağlı məsələ görünən tərəfdir. Görünməyən tərəf odur ki, İranın da neft ehtiyatlarını, qaz ehtiyatlarını nəzarətə götürmək istəyir. Yəni, dünyada ikinci ölkədir neft ehtiyatlarına görə, həm də qaz ehtiyatlarına görə ikinci ölkədir. Təsəvvür edin ki, Amerika, dünya ağalığına can atan Amerika onları götürərsə nəzarətə, onda deməli, dünya ağalığı ilə bağlı artıq bunların heç bir problemi qalmayacaq. Hər şeyi idarə edəcəklər. Yəni, təkcə burada bazara qaz və yaxud neft çıxartmaqdan söhbət getmir. Qaz və neftlə dünyanı idarə etməkdən söhbət gedir. Yəni, biz görürsünüz ki, Amerikanın deyənə qədər $1 bir də Amerikanın neft ehtiyatlarının artması ilə, azalması ilə dünyada prosesləri izləyirlər, iqtisadi prosesləri izləyirlər. İndi son günlərdə məlumat gəldi ki, xeyli, harcı 3 dəfə, 4 dəfə ehtiyatları azalıbdır, dərhal neftin qiymətləri qalxmağa başladı. Yəni, söhbət ondan gedir ki, əsas hədəf ondan ibarətdir. Yəni, hədəf orada İran istəmirlər təbii ki, İsrail də istəmir, onlar da istəmirlər ki, İran nüvə dövlətinə çevrilsin, amma bu yolla, bu ortaya atılan bu məsələ ilə İranın nəzarətə götürülməsindən söhbət gedir. İndi onlar da düşünürlər bunun üzərində ki, hələlik bu mərhələdə İran rəhbərliyi ilə müəyyən addımlara, kompromislərə getsinlər, hələlik bu hakimiyyət öz mövcudluğunu davam etdirsin, ölkənin daxilində müəyyən qüvvələr nisbətini tarazlaşdırmaq üçün. Dini hansısa mərkəzdə qala bilər, amma da dövlətin idarə olunmasında birinci yerdə olmamaq şərti ilə. Yəni, ona görə də bu planlar var. Bu həm də bu qarşıdurma bir kəşfiyyat xarakterli oldu. Bir-birinin gücünü, hər kəs öz gücünü yoxladı, əks tərəfin imkanlarını yoxladı. Bundan sonra ona görə də hələlik sakitləşmədən, geri çəkilmədən söhbət getmir. Hər kəsin özünün hədəfləri var. O hədəflərə doğru getmək üçün müəyyən bir fasilədən sonra növbəti addımlar yəqin ki atılacaq. Elə növbəti addımların içərisində bu 3 nüvə obyekti, hansı ki, Birləşmiş Ştatlar tərəfindən zərbə indirildiyi deyilən Fordo, Natanz, İsfahanla bağlı bir məsələ gündəmə gəlib. Xüsusilə də Birləşmiş Ştatlarda senatorlar arasında bir fikir ayrılığı yaranıb. Deyir ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump çıxıb deyir ki, biz onlara, yəni nüvə obyektlərinə ciddi zərər yetirmişik, ancaq elə bir ehtimal yoxdur. Cəmiyyəti çaşdırmaqla məşğuldur Donald Trump deyə. Həqiqət payı varmı? Trump sadəcə öz imicinə zərər gəlməsin deyəmi bu cür açıqlama verir? Yoxsa həqiqətən Birləşmiş Ştatlar ola raketləri qaldıra və zərbə indirə zərər yetirməyəmi? Yəni, bu mümkündür. Baxın, biz hamımız, xüsusən də Fordonun pek görüntüləri ilə hansı vəziyyətə düşdüyünü gördük də. Yəni, bu montaj deyildi, bir şey deyildi. Birbaşa o ağırlıqda bombanın 60 metr dərinliyinə nüfuz eləyə bilən bombanın düşdüyü vəziyyətdən sonra Fordoda nə qalmışdı, onu biz gördük. Ən azından üst, belə deyək, hissədə. Amma məsələ burasındadır ki, həmin obyektlərdə zənginləşdirilmiş uran var idi mi? Bu məsələ əslində mübahisə predmetidir. Yəni, mən bir neçə dəfə də demişəm, yenə deyirəm. Əgər həmin obyektlərdə zənginləşdirilmiş uran var idisə, Amerika Birləşmiş Ştatlarının həmin obyektlərə o şəkildə zərbə endirməsi tam bir məsuliyyətsizliyi. Həm də radiasiya səbəb olmalı. Bu böyük bir arealda... Amma daşındığı da deyilirdi. Baxın, Amerika Xomeneyinin hansı yerdə gizləndiyini, bildiyini deyən Amerika. O, İsrail kəşfiyyatı kimin hansı evdə olduğunu dəqiq zərbələrlə hədəflərə zərbə endirdiyini bilən İsrail nüvə obyektlərinin məhv edilməsi üçün əməliyyata başlayır və onları nəzarətə götürmür, bilmir ki, oradan bunlar daşınıb ya yox. 100% daşındıqlarından xəbərdar idilər. Mən hətta biraz da belə dərinə gedib deyərəm ki, bu razılaşdırılmış şəkildə çıxarılmışdı həmin zənginləşdirilmiş uran həmin obyektlərdən. İnfrastrukturun dağıdılması ilə onsuz da onun bərpası uzun bir dövr tələb eləyir uranla bağlı və növbəti danışıqlar müddətində də həmin o zənginləşdirilmiş uran ortaya qoyulması və İranın əlindən alınması istiqamətində də danışıqlar aparıla bilər. Bu məsələnin birinci tərəfidir. Niyə bu məsələ Konqresdə, Senatda qalxdı? Çünki ABŞ kəşfiyyatı birdən-birə bir bəyanatla çıxış elədi ki, istənilən nəticəni verməyib Fordoya və digər obyektlərə vurulan zərbə istənilən nəticəni verməyib və dərhal da Ağ Ev administrasiyası ilə kəşfiyyat arasında artıq
münasibətlər pozulmağa başlayıb, orada araşdırmalar gedir. Bu məsələ niyə bu şəkildə təqdim olunub? Ən maraqlı burada nə idi? Ən maraqlı hadisədən sonra dəfələrlə bu zərbələr bizim nüvə obyektlərimizə düşündüyü qədər ciddi zərər vurmayıb deyən İran rəsmi olaraq Konqresin bəyanatından sonra, kəşfiyyatın bəyanatından sonra ki, Trump onların hər ikisini təkzib eləyən mövqe qoydu ki, yox, biz istəyimizə nail olmuşuq. İran rəsmi şəkildə yeni bir məlumat yaydı və bildirdi ki, həqiqətən də nüvə obyektlərimiz olduqca ciddi şəkildə bu prosesdən zədələniblər. Bu nə deməkdir? Bu o deməkdir ki, tərəflər arasında müəyyən bir danışıqlar olub, elə İranın ABŞ-ın hərbi bazalarını vurması da əvvəldən yəni razılaşdırılmış məsələ olub və hədəf də, baxın da, ilkin hədəfləri var, sonraki hədəfləri var, qeyd elədi burada Akif bəy. İlkin hədəf nə idi? İranın nüvə proqramını ya tamamilə məhv etmək və yaxud da uzun bir dövr ərzində sıradan çıxartmaq. Uzun bir dövr ərzində sıradan çıxartmağa az-çox müvəffəq olublar. Və yenə deyirəm, danışıqlar masasında da daha çox, belə deyək, təzyiq göstərməklə maksimum şəkildə İranın nüvə proqramını nəzarətdə saxlamaq imkanı əldə edəcəklərinə Bəlkə İsrailin hədəfi tam başqa idi, amma Birləşmiş Ştatlar siz dediyiniz kimi məsələ odur. Yəni, Amerika İsrailin istəyi ilə uzun müddətli bir müharibəyə qoşulması, trilyonlarla dollar vəsaitin yenə də çölə atılması demək olacaqdı. Əfqanistanda vəziyyət nə idi? Amerika kifayət qədər yaxşı gördü. Liviyada nə oldu? Suriyada nə oldu? Gördü və nəticə etibarilə bu günləri o pulları boşuna xərcləmək, yəni İranın hər yanını dağıtsan nə olacaq? Sən ki, ora əskər yeridə bilməyəsən, gedib İranı tam olaraq nəzarətə ala bilməyəsən. O boyda pulu xərcləmək nəyə lazım? Ona görə də ilkin hədəfinə ABŞ nail oldu deyənə, özünün imicini də ortaya qoydu. Amerika daxilində mühafizəkarlar əhsən, Amerika istədiyini elədi, vurdu nüvə obyektlərini deyidilər. Trumpın reytingi qalxdı. Əzəli və əbədi dostu İsrail bütün günü dua oxuyur Trumpın başına. Onlarla bağlı öhdəliyini də icra etmiş oldu və dünyaya da göstərdi ki, mən istədiyim vaxt, istənilən yerdə hər hansı bir əməliyyatı keçirə bilərəm. Yəni, Amerika istədiyinə çatıb. O baxımdan deyirəm ki, biz növbəti mərhələdə sərt təzyiq siyasətinin belə deyək, şahidi olacağıq və İranın da əslində bundan nəticə çıxartması lazımdır. Yəni, sən gördün də 12 gün ərzində bir ölkə belə müttəfiq olaraq sənin yanında dayanmadı. Bir ölkə belə hərbi cəhətdən sənin dəstək verdiyin Rusiya çəkildi, durdu qıraqda, əvvəldən onsuz da durmuşdu qıraqda. Strateji tərəfdaşlıq haqqında saziş imzalayanda o bəndi oradan çıxartdı ki, bir-birinə hərbi təcavüz zamanı dəstək vermək bəndini çıxartdı. Yəni əvvəldən bilirdi ki, dəstək verilməyəcək. O baxımdan başqa yolu da yoxdur. Ərəb ölkələrin hamısından düşmənsən, qonşuların hamısı ilə problemin var. Bir Ermənistan da dostun, bir də Fransa ilə dostluq eləyirsən, onunla nə edəcəksən? Yəni Ermənistanın hansı formada sənə dəstək gələ bilər? Sizin əlavəniz, fikriniz var mı? Yəni, prosesdə yenə deyirəm ki, biz hədəfləri müəyyənləşdirməliyik ki, nədir bunların məqsədləri? Böyük ehtimalla deyilənlər görürsə, Amerika tərəfindən də ziddiyyətli fikirlər gəlir. Dünyanın da müxtəlif ekspertlər tərəfindən müşahidələr eləyənlər tərəfindən fikirlər gəlir. Orada vardı da, oradan da həmin o Fordoda nəsə vardı, zəngiləşdirilmiş uran vardı, yoxsa yox. Hələlik məsələlər həll olunmuyubdur. Məsələ də orada İran nüvə silahına malik oldu, yoxsa yox. Mən isə verirəm ki, onlar o qədər səviyyədə də deyil. Çünki MAQATE açıq şəkildə müharibənin gedişində o günlərdə xəbər verdi ki, İranda deyilən dərəcədə zəngiləşdirilmiş uran yoxdur. Yəni MAQATE beynəlxalq atom agentliyidir. Bunlar mövqeyini ortaya qoyurlar. Bunlar nə İran tərəfində deyirlər, nə başqa bir tərəfdə deyirlər. Yəni bu mövqeyini bunlar, onların dedikləri sanki eşidilmədi, nəzərə alınmadı. Eşitmək istəmədilər ki, MAQATE deyir ki, orada heç nə yoxdur. Siz bu məsələni bu qədər qabardırsınız. Ona görə də indiki şəraitdə yenə də həmin hədəf ondan ibarət ki, İran nəzarətə götürülməlidir. Onlar İrandakı hakimiyyət. Ola bilər ki, daxildə gedən prosesləri hər kəs görür. Orada müəyyən problemlərin yarandığını da hər kəs görür, siyasi problemlərin yarandığını. Necə ki, 70-ci illərin sonunda İranda vəziyyət yaranmışdı.
hakimiyyət dəyişikliyi gözlənirdi. Şah hakimiyyəti artıq özünü doğrultmuldu. Hətta şah hakimiyyətini saxlamaq üçün qərb tərəfindən bir ağ inqilab deyilən inqilab həyata keçirildi. Yuxarıdan islahatlarla ki, şah rejimində müsbət rəy yaransın. Gördük ki, mümkün deyil. İki dənə qüvvə ortadaydı. Bir tərəfdən Stalinin dəstələdiyi kommunistlər hakimiyyətə gələ bilərdilər. Çox ciddi bir qüvvə idi o dövrdə. Digər tərəfdən isə dini xətt gedirdi. Ona görə də kommunistlərdən isə dini xəttin gəlməsinə dəstək verildi, imkan yaradıldı. İndi mən belə fikirləşirəm ki, 40 ildən də çox bir vaxt keçibdir həmin dövr ərzində. Yenidən o böhran vəziyyəti yaranıbdır. Bu böhran vəziyyətindən hər kəs öz maraqlarına uyğun olaraq bəhrələnməyə çalışır. Son bir neçə dəqiqəmiz qalıb. İstəyirəm bu məsələdə, amma qısa cavab istəyəcəm hər ikinizdən. Düzdür, az öncə Rəşad bəy bu məsələyə toxundu ki, Tramp yaxın şərqdə bir növ güclə sülhü əldə etməyə nail oldu deyə. İndi bir fikirlər də səsləndirilir ki, mümkündürmü ki, Tramp həmin güclə sülhü Rusiya-Ukrayna cəbhəsində də istifadə eləsin? Qısa cavablar istəyəcəm. Düşünürəm ki, İranla bağlı məsələ tam yekunlaşan kimi, yəni İrandan istədiyini alandan sonra, İran nüvə sazişinə qayıdandan sonra və müvafiq razılaşmalardan sonra Tramp tərəfindən Rusiya-Ukrayna cəbhəsində də oxşar təzyiq, güc yolu ilə, hədə yolu ilə və s. yolu ilə bir masa arxasında oturub nəyisə nail olmağa çalışacaq. Çünki Rusiyanın faktiki olaraq hamı ABŞ-ın Rusiyaya yaxınlaşmasını belə deyək, Ukrayna əleyhinə fəaliyyət kimi qəbul edirdi. Əslində Amerikanın planları böyükdür. Yəni Rusiyaya yaxınlaşması, Rusiyanın özünə çəkməklə Rusiya-İran arasında bir məsafə qoymağa nail oldu və göründü ki, işləyir. Rusiya ilə Çin arasında maksimum şəkildə məsafə qoymağa çalışan bir siyasət idi bu. Amma hədəf olaraq təbii ki, Rusiya-Ukrayna cəbhəsində də müharibənin dayandırılması lazımdır. Ukraynada təbii sərvətlərlə bağlı saziş imzalanıb, oradan qənimət götürmək, gəlir götürmək lazımdır. Amma müharibə gedir deyənə Amerika o fəaliyyət həyata keçidə bilmir. Ona görə də mütləq şəkildə bundan sonra İran tam məsələsi bitəndən sonra ABŞ-ın təzyiq göstərəcəyi və fokuslaşacağı növbəti yer Rusiya-Ukrayna cəbhəsidir. Sadəcə Tramp bir ona çalışır ki, həmin müharibənin xərclərinin böyük bir hissəsini Avropa İttifaqı çiyinlərinə qoysun, onların vasitəsilə məsələni həll eləsin. Növbəllik yox, növbəllik yox. Mən inanmıram ki, gözləsin, hansı məsələ bitsin. Çünki bu münaqişələr bitən deyirlər. Bu və ya digər formada qalır. Ona görə də eyni vaxtda Amerika bütün problemlərlə məşğul olmağa çalışır. O güc tətbiqi ilə sülh məncə özünü o qədər də doğrultmur. Hələ ki deyir, bu doktrinasında onun adına bağlayırlar ki, Trump'ın doktrinasıdır güclə sülh. Ukraynada nə edəcəkdir? Ukraynada Rusiya qarşı hərbi əməliyyatlara girəcək, güc tətbiq edəcəkdir. Orada mümkün variantı ola bilər. Birisi ki, açıqlama da verdi ki, bu cavan oğlanın çətinliklərini həll eləməyə çalışarıq. Yəni son NATO samitindəki görüşdə bu, amma yardımı da dayandırılmaqla bağlı fikir ortaya qoydular ki, yəni Amerikanın Ukraynaya yardımları dayandırılacaq. Ona görə mən hesab edirəm ki, o güc dediyiniz o variant ola bilər ki, Rusiya sakit şəkildə şərait yaratsınlar ki, Ukraynaya ağır bir zərbə vursun, ondan sonra sülh prosesi, o da mümkün deyil. Ukrayna o şəkildə Rusiyanın ayaqlarının altına ata bilməzlər. Yəni mən hesab edirəm ki, bu şəkildə onlar çalışacaqlar ki, Ukraynanı inandırsınlar, bu məsələyə hansı formada nöqtə qoymaq lazımdır. Yəni eyni senarini Rusiya-Ukrayna cəbhəsində tətbiq eləmələri mümkün deyil deyirsiniz. Minnətdaram hər birinizə. Təşəkkürlər fikirləriniz üçün. Bir daha xatırladım, hörmətli tamaşaçılar, peşəkarlarımızda siyasi şərhçi Rəşad Bayramov və Azad Vətən Partiyasının sədri Akif Nağı qonağımız idi. Həm region, həm də Rusiya-Ukrayna eyni zamanda İran-İsrail cəbhəsində baş verənlər fonunda müzakirə aparmağa çalışdıq yaxın bir saat ərzində. Hələ ki, peşəkar mübahisəmizi bununla yekunlaşdıraq. Yeni xəbərlərlə qarşınızda olacaq. O vaxta kimi özünüzə yaxşı baxın. Görüşərik. Hələlik. Mənzilini kristaldan al. İstədiyin zaman geri qaytar, daha böyüyünü və ya başqasına dəyişdir. Kristal mənzillərə geri qaytarma və dəyişdirmə zəmanəti verir. İstədiyin zaman həm də real bazar dəyərinə. Kristal.